Vətən müharibəsi qəhrəmanının anası. Salam ana, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Çox sağ olun. Əziz tamaşaçılar, qeyd edim ki, hazırda mənimlə canlı bağlantıda. Mən ana istəyərdim görüntülü canlı yayın bağlayaq, amma belə də olar. Aydın məsələdir. Əziz dostlar, Neftçala rayonundan Vətən müharibəsi qəhrəmanı şəhidimiz İsmailov Camal Vidadi oğlunun anası bizimlə canlı bağlantındadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ana, istərdik ki, ilk öncə şəhidimiz haqqında və özünüz haqqında məlumat verərdiniz. Hazırda bizi canlı yayında izləyirlər. Allah sizin canınızı sağ eləsin. Buyurun, söz sizdədir. Mən inşallah bu dəfə müharibə başlayacaq və biz mütləq qalib gələcəyik deyən bir qəhrəmanın anasıyam. Ömrünün 36 illik ömrünün 18 ilini vətəninə xidmət eləyən, Hadrut Fatihi adı ilə məşhur olan Vətən müharibəsi qəhrəmanı Camal İsmailovun anası Filarə İsmailovayam. Camal 1984-cü il iyul ayının 7-sində Neftçala rayon Həsənabad qəsəbəsində anadan olub. Mənim arzum onu həkim görmək idi. Çünki Camal çox savadlı idi. Dərslərin əla oxuyurdu. Müəllimlər hamısı ondan razı idi. Amma onun öz yolu var idi. Və mənə dedi ki, ana, mən həkim olmaq istəmirəm, mən hərbiçi olacağam. Sonralar mən onun Camalın evimizdə saxladığı bir gündəlik vardı. Əlbəttə ki, mən o gündəliki Camalın şəhadətindən sonra oxumağa başladım. Və Camal orada yazır ki, doğrudur, anam mənim həkim olmağımı istəyir. Amma mən nə vaxtsa böyüyüb özüm öz arzularımı həyata keçirəndə mən ən yaxşı zabit olacağam. Və o öz arzusuna çatdı Camal. Əskəriyə getdi 18 yaşında. 8 ay əskərlik eləyəndən sonra Camal xüsusi təyinatlı qüvvələrə Camal yazıldı. Onu orada seçdilər. Yüksək qabiliyyətinə, bacarığına görə, dil bildiyinə görə, dilləri, rus dili, onun öz əsl dili rus dilli idi Camal. İngilis dilini gözəl bilirdi, danışırdı. Bu dilləri bildiyinə görə Camalı seçdilər və xüsusi təyinatlı dəstələrə getdi və orada o seçildi yüksək bacarığı ilə, qabiliyyəti ilə və 18 il Camal orada xidmət elədi. Olar ki, o çox mütəxəssis idi, peşəkar kəşfiyyatçı idi. Bir sıra çoxlu şagirdləri var idi və Camal bunlarla kifayətlənmirdi. O ölkəmizin, Azərbaycanımızın azadlığını istəyirdi. Hər dəfə Camal zəng eləyirdi, biraz təskinlik tapırdıq. Sonra bir-iki gün zəng vurmayanda yenə darıxmağa başlayırdıq. Sanki elə bil ki, hiss etmişdim ki, nəsə olacaq. Amma özümə çox ürək verirdim ki, Camala heç nə olmaz. Samid İmanovun məzarı bizim kəndimizin qəbristanlığındadır. Hər dəfə biz gedib ziyarət eləyəndə Camal gül alardı. Qızlarına verərdi ki, aparsın Samidin məzarının üstünə qoysun. Amma özü Samidin məzarına yaxınlaşa bilməzdi heç vaxt. Ürəyi gəlmirdi. Elmdar Səfərov onun yaxını idi. Çox istəyirdi Elmidarı. Çox darıxırdı dostlarından ötürü. Mənim o Camalın kiçik qardaşı da hərbiçidir. Sərhəd xidmətində xidmət eləyir. Səhər tezdən o Ülvi mənə zəng vurdu, təbrik elədi və zarafatla xəbər aldı ki, ana, oğlun zəng vurub sənə təbrik eləyib. Dedim ki, Ülvi Camal 2 gündür zəng vurmur. Xəbərimiz yoxdur Camaldan. Dedi, darıxma ana, bugün Camal səni mütləq təbrik eləyəcək. Axşam çağınacan gözlədim, Camal mənə zəng vurmadı. Şam namazından sonra dua eləyirdim namazdan sonra, gördüm qapımız açıldı. Camal mənə şəhadəti ilə təbrik elədi. Camalın şəhadət xəbərin ayın 21-də aldım. Və o gündən mən hər zaman deyirəm ki, mən ömürlük 59 yaşında, Camal 36 yaşında qaldı. İndi Camal mənim üçün, mənim qapımdan asılan bayrağımdır. Azərbaycan bayrağımdır, çalınan himnimdir.
İndi Camal mənim vətənimdir. Camal Laçın dəhlizinə nəzarət edən yüksəkliklərdə şəhid olub. Camal orada bəlkə də Əfsanə Tabor haqqında eşitmisiniz. Onların Camalgilin taborları Bəli, bəli. Əfsanə Tabor adı ilə məşhurdur. Onları Əfsanə Tabor deyə həmin uşaqlarla bir yerdə onlar əskərlər, qəhrəmanlarla şəhid oldu. Onlardan 3 nəfəri Vətən müharibəsi qəhrəmanıdır. Camal İsmailov, Elyar Vəliyev və Sübhan Cəbrayilov. Həmin qrupun uşaqlarından qəhrəman 3 nəfər Vətən müharibəsi qəhrəmanı, qalanları Qarabağ ordenli Abbasbəyli Həmid, Əliyev Kərim, hansı ki son anında əsir düşməmək üçün özünü də partlatmışdı, ermənilər, neçə erməni faşistlərini də partlatmışdı. Əzizov Xəyyam, Ramik Tağıyev, Şəhriyar Quliyev, Tarzan, Elton Həbib, Elton Qəmbərli, İlkin və bu uşaqlar Beyrək Feyzullayev. Bunlar hamısı Əfsanə Tabor, 13 Əfsanə Tabor adlanırlar bu uşaqlar. Hadrut Camalın şah əsəridir. Mezarın üstünə gedəndə biz demirik, biz qəbir üstə gedirik, biz deyirik Camala gedirik, çünki o biz üçün yaşayır. Əlbəttə ki. Elə şəhidlərimiz yaşayır, onlar hər zaman yaşayacaqlar da. Mən sizə öz təşəkkürümü bildirirəm ki, öz dəyərli vaxtınızı ayırdınız. Bizimlə həm söhbət oldunuz, çünki bizlər üçün şərəfdir. Hər bir Azərbaycanlı qanında müsəlman qanı axan bir şəxs, şəhidlərimizin hər zaman xatirəsini uca tutmalıdırlar. Mən əziz tamaşaçılar qeyd edim ki, mənimlə canlı yayımda Vətən müharibəsi qəhrəmanı şəhidimiz Camal İsmailovun anasıdır. Filara ana, Allah sizə can sağlığı versin. Bir gün də özümüzə borc bildik ki, qoy şəhidlərimiz hər zaman, çünki onlar tarix yazıb, hər zaman anılsınlar. Onlar hər zaman gələcək nəslə, bugünkü nəslə yüksək səviyyədə aşılansın ki, yəni bizim belə igid evladlarımız var. Həmçinin onlar da seçilmiş evladlar idi. Sizin qarşınızda baş əyirəm ana ki, öz dəyərli vaxtınızı ayırdınız. Həqiqətən də çox xoş oldu. Bizi izləyən tamaşaçılar da gördü, bildilər. Biz yanınızdayıq, biləsiniz ki, bizimlə bir media olaraq, bir Azərbaycanlı olaraq. Təşəkkür edirəm ana, sizi çox da tutmayaq. Sizlərin qarşısında baş əyirik. Çox sağ olun. Allah köməyiniz olsun. Təşəkkürümü bildirirəm sizə. Sağ olun, çox sağ olun oğlum. Allah razı olsun.